Əziz dinləyicilər, hörmətli müəllimlər və dəyərli məktəb yoldaşlarım. Sizi Gələcəyin İşığı FM-in bugünkü xüsusi buraxılışında salamlayıram. Bugünkü mövzumuz elə bir mövzudur ki, hər birimizin düşüncəsində dərin iz buraxır. Hər kəsə həm bilik, həm də ilham verir. Mən Qəribova Yağmur, məktəbimizin 10A sinif şagirdi olaraq bugün sizi tarixin sirli və nadir hadisələrinin dünyasına aparacağam. Hazır olun. Çünki bu veriliş yalnız bilik deyil, həm də ümid və dərin düşüncələrlə dolu olacaq. Tarix insanlığın kollektiv yaddaşı, mədəniyyətin və sivilizasiyanın əsas sütunlarından biridir. Onu yalnız keçmiş hadisələrin siyahısı kimi görmək yanlış olardı. Tarix nadirlərini öyrənərkən biz təkcə keçmişin sirlərini açmırıq, həm də gələcəyə yönəlmiş dərslər alırıq. Məsələn, qədim dövrlərdə insanlar arasında yaranan ilk diplomatik əlaqələr, sülh müqavilələri və müharibələrdən alınan dərslər bugünkü beynəlxalq münasibətlərin əsasını təşkil edir. Statistikalar göstərir ki, tarixi hadisələri dərindən öyrənən cəmiyyətlər iqtisadi, sosial və mədəni inkişafda daha sürətli addımlayır. Tarixin nadir anlarından biri olaraq böyük kəşflər və ixtiraları misal göstərmək olar. 16-cı əsrdə Kopernik dünyanın kainatdakı yerini elmi cəhətdən təsdiqləyərək insan düşüncəsində böyük bir inqilab yaratdı. Həmin dövrdə insanlar hələ də geosentrik sistemin doğru olduğunu düşünürdülər. Lakin Kopernikin işi əslində insanın düşüncə sərhədlərini genişləndirdi. Bu nadir hadisə göstərir ki, tarix yalnız qeydlər və sənədlərdən ibarət deyil, həm də insanın əzmi, çalışqanlığı və cəsarəti ilə formalaşır. Biraz da yaxından tarixdən danışaq. Məsələn, 20-ci əsrin əvvəllərində Azərbaycan torpaqlarında baş verən milli oyanış hərəkatı. Bu hərəkat əslində xalqın öz kimliyini qorumaq, mədəniyyətini inkişaf etdirmək və dövlətçilik ənənələrini bərpa etmək səylərinin nəticəsi idi. Statistik məlumatlara görə həmin dövrdə yerli xalqlar arasında təhsil səviyyəsini artmağa başlamış və ilk milli mətbuat nümunələri meydana çıxmışdır. Bu nadir hadisələr göstərir ki, tarix təkcə böyük sərkərdələrin və dövlətlərin fəaliyyətlərindən ibarət deyil, həm də xalqın gündəlik həyatında baş verən dəyişikliklərdən formalaşır. Tarixin nadir anlarına baxarkən biz həm də insanın böyük əzmini görə bilərik. Məsələn, 2-ci Dünya müharibəsi dövründə əsgərlər yalnız hərbi bacarıqları ilə deyil, həm də mənəvi qüvvələri və ümidi ilə tarix yazdılar. Statistik hesablamalara görə bu dövrdə hər bir döyüşdə insanların motivasiyası və əzmi qalib gəlməyə böyük təsir göstərirdi. Tarixi mənbələr göstərir ki, hər bir insanın kiçik bir təşəbbüsü böyük bir dəyişiklik yarada bilər. Bu bizə onu göstərir ki, nadir hadisələr yalnız tarixi şəxsiyyətlərin əməli ilə deyil, həm də adi insanların cəsarəti və əzmi ilə meydana gəlir. Tarixdəki nadir hadisələrdən biri də elmin və texnologiyaların inkişafıdır. Məsələn, 20-ci əsrin əvvəllərində radio və teleqraf texnologiyaları dünyanı bir-birinə yaxınlaşdırdı. İnsanlar artıq xəbərləri saniyələr ərzində qlobal miqyasda paylaşa bilirdilər. Statistik göstəricilər göstərir ki, radio vasitəsilə yayılan məlumatlar cəmiyyətin təhsil və maariflənmə səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Bu nadir inkişaflar insanlığı bir daha təsdiqləyir ki, hər bir yeni kəşf, hər bir ixtira tarixi dəyişdirə biləcək gücə malikdir. Məktəbimizdə tarix nadirlərindən bir nümunə gətirmək olar. Məsələn, bizim kənddə yaşayan böyük şəxsiyyətlərin həyat hekayələri, onların cəmiyyətə verdiyi töhfələr biz gənclər üçün örnəkdir. Onların əzmi və fədakarlığı bizə göstərir ki, hər birimizin gündəlik həyatda kiçik addımları belə tarixi formalaşdıra bilər. Statistik baxımdan yerli icmalara əsasən hər bir məktəb şagirdi biraz da tarixi hadisələr haqqında məlumatlı olduqda onun analitik düşüncə qabiliyyəti və yaradıcılığı artır. Tarixin nadir nümayəndələrindən danışarkən dünya tarixi ilə bağlı qısa hekayələr də önəmlidir. Məsələn, qədim Misirdə piramidaların tikintisi yalnız memarlıq bacarığı ilə deyil, həm də yüz minlərlə insanın əməkdaşlığı və koordinasiyası ilə mümkün olmuşdur. Bu bizə onu göstərir ki, hər bir nadir hadisə tək bir şəxsin deyil,
kollektiv səylərin nəticəsidir. Eyni prinsiplər bugünkü elmi layihələrdə, sosial təşəbbüslərdə və icmaların fəaliyyətində də tətbiq olunur. Bir statistik məlumat paylaşım. Tarixi araşdırmalar göstərir ki, insanlıq tarixində hər 100 ildə orta hesabla 3-5 fundamental hadisə baş verir ki, bunlar həm elm, həm cəmiyyət, həm də mədəniyyət baxımından dönüş nöqtəsi olur. Bu hadisələr əslində insanlığın inkişafında katalizator rolunu oynayır. Biz bu nadir anlardan öyrənərək gələcək üçün planlarımızı daha məqsədyönlü qura bilərik. Gələcəyin perspektivinə baxanda da tarixin nadir hadisələri bizə ilham verir. Məsələn, təhsil sahəsində əldə olunan uğurlar, innovativ layihələr və gənclərin elmi nailiyyətləri hər birimizi ruhlandırır. Statistik göstəricilər göstərir ki, tarixi nadir hadisələri öyrənən gənclər daha yaratıcı, daha qərarlı və problemləri həll etməkdə daha bacarıqlıdır. Bu bizə aydın şəkildə göstərir ki, tarixi öyrənmək yalnız keçmişə baxmaq deyil, həm də gələcəyin yolunu işıqlandırmaq deməkdir. İndi isə bir neçə qısa hekayəyə nəzər salaq. Tarixi nadirlərdən biri olaraq məşhur yazıcı Lev Tolstoyun uşaqlıq dövründə yaşadığı kənd həyatını qeyd etmək olar. O, kiçik yaşlarında təbiəti müşahidə edir, insanların davranışlarını izləyir və bu təcrübələr əsasında böyük ədəbi əsərlər yaradırdı. Bu nümunə göstərir ki, nadir hadisələr yalnız böyük tarixi döyüşlər və kəşflərlə bağlı deyil, həm də fərdi həyat hekayələri və insanın şəxsi inkişafı ilə əlaqədardır. Daha bir nümunə isə müasir dövrdə. 21-ci əsrin əvvəllərində texnologiyaların sürətli inkişafı və internetin yayılması ilə yanaşı qlobal məlumat mübadiləsi tarixin nadir anlarından biri oldu. İnsanlar artıq dünyanın istənilən yerində baş verən hadisələrdən dərhal xəbərdar ola bilirlər. Statistik məlumatlara görə internetdən istifadə edən insanların sayı son 20 ildə 4 dəfə artmışdır və bu cəmiyyətin informasiya mədəniyyətinin əhəmiyyətini dərəcədə gücləndirir. Tarixin nadir anlarını öyrənərkən biz həm də əxlaqi dərslər götürürük. Məsələn, qədim dövrlərdə yaranan imperiyalar və onların yüksəlişi ilə süqutu insanların sosial münasibətlərini, iqtisadi və mədəni inkişafını göstərir. Bu məlumatlar bizə onu öyrədir ki, uğur yalnız güc və sərvətlə ölçülmür, həm də düzgün idarəçilik, həmrəylik və əzmkarlıqla ölçülür. Məktəb radiosu üçün xüsusi bir nümunə də gətirmək olar. Bizim məktəb şagirdlərinin iştirakı ilə həyata keçirilən kiçik layihələr, elm və texnologiya müsabiqələrində qazandıqları uğurlar tarix nadirlərinin canlı nümayişidir. Hər bir uğur, hər bir nailiyyət, həmçinin gələcəkdə daha böyük uğurlar üçün təməl yaradır. Bu da bizə göstərir ki, hər birimiz tarix yazmaq gücünə maliyik. Əziz dinləyicilər, bugün biz tarixin nadir hadisələrinə birlikdə səfər etdik. Gördük ki, tarix yalnız keçmişin xronologiyası deyil, həm də insanın əzmi, cəsarəti və kollektiv səyləri ilə yazılan bir dərsdir. Hər bir nadir hadisə bizə ümid verir, gələcəyə inamımızı artırır və bizə göstərir ki, hər birimiz öz həyatımızda kiçik, amma əhəmiyyətli işlər buraxa bilərik. Mən Qəribova Yağmur, sizə təşəkkür edirəm. Bu uzun və maraqlı səyahətdə mənimlə birlikdə oldunuz. Unutmayın ki, tarix öyrənməklə yanaşı ilham da verir. Gələcəyimizi qurmaq, öz nadir hadisələrimizi yaratmaq isə hər birimizin əlindədir. Sizin növbəti verilişdə yenidən gözləyirəm. Sağ olun və uğurlar diləyirəm.